Xeyir olsun. Mən İsayeva Röya 18-ci sualı izah edirəm. Hansı cümlə ilə yeni abzas başlamalıdır? Yəni yeni fikir. Yeni fikir. Hansı cümlə ilə başlamalıdır? Gəlin baxaq. Hərbi istedadı və uzaq görənliyi ilə seçilən Uzun Həsən dövləti xeyli möhkəmləndirdi. Bu işdə onun ən yaxın məsləhətçisi anası Sara Xatun idi. Bu müdrik qadın Türk müsəlman dünyasının ilk qadın diplomatı olmuşdur. Uzun Həsən Azərbaycanda vahid dövlət yaratmaq istəyirdi. Lakin Osmanlı Sultanı Fatih II. Mehmet də Azərbaycan torpaqlarına göz dikmişdi. Osmanlılarla müharibə Ağqoyunlu dövlətini zəiflədə bilərdi. Belə şəraitdə iki türk dövləti arasında sülh müqaviləsinin bağlanması yeganə çıxış yolu idi. Bu mətndə bizdə yeni abzas deyir, hardan başlamalıdır? Baxırsınızmı? Deməli, burada görürük ki, biz gəlir Uzun Həsən haqqında məlumat verir. Neynir? Uzun Həsən haqqında ümumi məlumat verir. Sonra deyir ki, məsələn, bax, bu lakindən yeni abzas başlaya bilərmi? Xeyr, deməli, bunun əvvəli var. Osmanlı Sultanı Fatih yenə Osmanlılara müharibə. Deməli, bu lakindən başlayaraq görürsünüz ki, bütün cümlələr bir-birinin ardınca gəlir. Niyə? Çünki lakinində yeni abzasın başı ola bilməz. Çünki bunun əvvəlində bir cümlə var ki, görürsünüz, bax, deyir ki, Uzun Həsən dövləti möhkəmləndirdi, onun məsləhətçisi Sara Xatun idi. Bura qədər bunlar haqqında məlumat verir. Sonra deyir, Uzun Həsən vahid dövlət yaratmaq istəyirdi. Amma Osmanlı Sultanı bu dövlətə göz dikdi. Deməli, artıq 3-cü abzasda məna dəyişdi. Artıq Uzun Həsənin dövləti, vahid dövləti yaratmağı uğrunda qarşına çıxan maneələrdən danışdı. Deməli, 3-cü başlayan cümlə yeni abzasın ilk cümləsi olmalıdır. Bu 18-ci sualda edir. Keçək 19-a. Əsas fikir nədir? İdeya nədir? İdeya. Nə çatdırmaq istəyir bizə? Rəqibə inanmaq lazım deyil. Onu əzmək lazımdır. Bax, bu qarışqa kimi. Teymur bir azca dikəlib var gücü ilə divardakı qarışqaya tərəf üfürdü. Qarışqa yox oldu. Bir daha diqqətlə baxdı. Qarışqa divarda həmin yerində idi və əvvəlki kimi üz yuxarı dırmaşırdı. Nə inadkar məxluqdur bu? Düz yeri qoyub divara dırmaşır. Bəlkə belə lazımdır. Bəlkə xoşbəxtlik zirvəyə çatmaqda deyil, ona can atmaqdadır. Bəlkə yol daha çətin olduqca insan da bir o qədər xoşbəxt olur. Onda mən niyə zarrayıram? Yəni, bu qarışqa qədər dəmi olmadım. Yəni, əzim. Yəni, məğlubiyyətdən çəkilməmək. Bax, bu ideya, görsünüzmü? Gəlin görək burada əsas ideya nədir? Bəzən bir qarışqa həyatı insanı min xəyala dalmağa sövq edir. Bizə burada maraqlı qarışqanın nə etdiyi deyil. Qarışqa dözümlü olduqlarından əzməklə öldürün. Bizdə biologiya kimi deyil. Bu bioloji məlumat vermir bizə. Deyir ki, insan qarşılatı çətin mübarizədə ən asan yolla, asan yox. Qarışqa dırmaşır, yıxılır. Dırmaşır, yıxılır, yenə dırmaşır. Mübarizə, hədəfə can atmaq xoşbəxtliyə gedən yolda əsas silahdır. Bəli, mübarizə. İnadkarlıq daim öz xeyrini insanın simasına təzahür etdirir. Biz bunun məqsədimizə daha uyğun variant D variantı.